Bil ki, pis sonluq, Allah Teala bizi pis sonluqdan qorusun. Deyir, kimin zahiri, istiqamət, doğru yol üzərində salihdirsə və batini də salihdirsə, pis sonluq belə insan olmur. Belə bir şeydir, heç vaxt eşidilməmişdir. Deyir, kimin axırı pis olur, zahirən salih görsənir, zahiri yaxşıdır, istiqamət üzərindədir. Sonu pis olan o şəxsdir ki, ya onun ağlında fəsad var, ya böyük günahlarda, asiliklərdə israrla davam edir və bəzən də bu fəsad, bu günah ölüm vaxtı qalib gəlir və tövbəyə müvəffəq olunur. Və belə vaxtı da şeytan onu dinindən uzaqlaşdırmağa çalışır. Bu çətin vaxtda, bu dəhşətli vaxtda, bu qorxulu anlarda şeytan onu qapmağa çalışır. Və yaxud da insan istiqamət üzərindədir, doğru yoldadır, salihdir, sonra halı dəyişir və sünnədən kənarlaşır. Sünnət cızığından çıxır və bu da onun sonunun pis qurtarmasına səbəb olur. Aqibətinin pis olmasına səbəb olur. Necə ki Allah Teala buyurur Haşr surəsində: "Kəməsəli şeytan iz qâle lil insani kfur." Şeytanın misalı kimi o zaman ki insana dedi ki kafir ol. Nə vaxt kafir ol dedi ki mən səndən uzağam. Və həmçinin misallar çoxdur. Hansı ki əvvəli salih olub sonra sonu pis qurtarmışdır. Lakin Allah Teala heç kəsə zülm edən deyildir. Və əgər bir insanın sonu pis qurtarırsa, zahirən salih insandırsa deməli, gizlisində, daxilində, insanların görmədiyi yerdə və yaxud da halda nə isə pis bir şey var imiş, Allah qorusun.